Hər kəsə salam. İctimai televiziyanın efirini sözün əsl mənasında partladan o məşhur bölmə serialı yəqin ki, çoxunuzun qarşısına çıxıb. Elə deyilmi? Amma inanın mənə, bugün biz sadəcə bir televiziya şousundan danışmayacağıq. Biz bu araşdırmamızda bölməni tam başqa bir rakursdan, real cinayət dünyasının, o ağır insan psixologiyasının və sənət fədakarlığının valihəcə bir tədqiqatı kimi ələ alacağıq. Hazırsınızsa, başlayaq. İndi yəqin düşünürsünüz ki, televiziya şousundakı o ən qaranlıq, bəzən də lap ağlasığmaz görünən cinayətlər əslində uydurma yox, qorxunc bir reallığa əsaslandıqda nə baş verir? Biz ekran qarşısında oturub bu sadəcə bir ssenaridir deyib özümüzü sakitləşdirməyi çox sevirik. Amma o qoruyucu pərdəni qaldıranda, bax onda, ssenarinin arxasındakı o şok edici acı həqiqətlə üz-üzə qalırıq. Gəlin biraz da dərinə gedək. Deməli, bu təhlildə 3 əsas dayanacağımız var. Birinci, bölmənin real cinayət dünyası. İkinci, polis psixologiyası və anar. Və nəhayət, o maraqlı pərdə arxası və rejissor işi. Birinci isə bölmənin real cinayət dünyası və ekrandan kənarda baş verənlər. Doğrudan da bu rejissor Emil Qulyevi belə qaranlıq, belə ağır bir mövzuya müraciət etməyə nə vadar etmişdi? O ağır təfərrüatlara keçməzdən əvvəl, gəlin qısa bir xatırlatma edək. Layihə 8 bölümdən ibarətdir və hər biri təxminən 40-45 dəqiqə davam edir. Bəli, kənardan baxanda bəlkə də standart bir polis hekayəsi kimi görünür. Amma mənə inanın, bu sadəcə icebergin görünən tərəfidir. Bilirsiniz, ən tükürpədici məqam nədir? Rejissor Emil Qulyev serialın məhz real hadisələrə əsaslandığını açıqca deyir. O vurğulayır ki, cinayətkar qruplaşmalar azyaşlı uşaqlardan narkokuryer kimi istifadə edir və onlarla necə deyərlər, çox amansız davranırlar. Fikir verin, bu Hollywood uydurması deyil. Bu elə bizim cəmiyyətin, bizim küçələrin səssiz və ən qanlı yarasıdır. Bu mütəşəkkil cinayətkar şəbəkənin, o narkobaronun necə işlədiyinə baxın, bu sadəcə dəhşətdir. Birincisi, o adam tamamilə simasızdır, yəni sıfır iz. İkincisi və ən iyrənci odur ki, kuryer kimi ən zəif, manipulyasiya ən açıq olan uşaqlardan, yetkinlik yaşına çatmayanlardan istifadə edirlər. Üçüncüsü isə arxada heç bir fiziki iz buraxmırlar. Bu sistem elə qurulub ki, sanki əsl reallıqdakı böyük cinayətkar sindikatların nüsxəsidir. Serialda belə bir məqam var, deyir, hər tərəfdə, hər deşikdə, hər tində bir dənə zakladka var. Yəni, gizlədilmiş narkotik bağlamaları. Vəssalam. Bu cümlə əslində polisin nə qədər böyük, nə qədər nəhəng bir bəla ilə üz-üzə qaldığını göstərir. Təsəvvür edirsiniz. Bu artıq bir nəfərlə deyil, bütün şəhərə sanki bir virus kimi yayılmış, görünməz bir düşmənlə mübarizədir. İkinci hissə, polis psixologiyası və anar. Gəlin indi o küçələrdəki cinayətlərdən qopaq və düz o polis nişanı arxasındakı daxili dünyaya, o yorğun insanın psixologiyasına baxaq. Açıq danışaq, biz həmişə o Hollywood polislərinə öyrəşmişik, elə deyil? Belə qəhrəman, sarsılmaz, nə bilim, heç bir travmaya məhəl qoymayan adamlar. Amma bölmədəki anar tamamilə fərqlidir. O tükənib, o ailə problemlərinin, o qaranlıq cinayətlərin yükü altında əzilib və sözün əsli mənasında sadəcə sağ qalmağa çalışır. Bu, o klassik polis klicələrinin tamamilə dağıdılması deməkdir. Və burada çox maraqlı bir detal var. Başrol ifaçısı Səmimi Fərhad bu obrazı necə yaradı bilirsinizmi? O, müsahibəsində deyir ki, illər əvvəl Heydər Əliyev mərkəzinin yaxınlığında işləyərkən gənc polisləri müşahidə edirdi. Sitat gətirirəm. Mən orada elə cavan polislər tanıyırdım ki, günləri gün deyil idi. Cinayətləri görən adam çətinlik törətməməlidir. Yəni, anarın o yorğun, donuq duruşu uydurma deyil, elə o gənc polislərin həqiqi səssiz daxili yükündən götürülüb. Gəlin faktlara baxaq. Anar heç də super qəhrəman deyil. O, uşaq istismarını araşdırır və bu, hər hansı normal insanın psixikasını, beynini sadəcə yeyib bitirir. Üstəlik, evə gedir. Onu qətiyyən anlamayan həyat yoldaşı, bitib tükənməyən daxili gərginlik. Bu da bəs etmirmiş kimi, ailəsini dolandıra bilmək üçün gecələr də taksi sürməyə məcburdur. Bu adam şəhərin bütün pisliklərini bir süngər kimi canına çəkir. Bunun ən tragikomik, bəlkə də ən acı məqamı isə həyat yoldaşı ilə diyaloqundadır. Arvadı ondan şikayət edir ki, bəs Türkiyə seriallarındakı o Hakan niyə belə romantikdir, sən yox. Anarın cavabı isə hər şeyi sözsüz izah edir. Mən taksavatlıq eləyirəm, Hakan da ki, eşə gündə bir qızla kef eləyir. Cəmiyyətimizin o saxta romantika axtarışı ilə əsl fədakar amma tükənmiş bir insanın reallığı məhz bu bir cümləyə sığıb. Keçək üçüncü hissəyə, pərdə arxası və rejissor işi.
Yəni o cür mürəkkəb reallığı yaratmaq sənətinə. Yaxşı, bəs komanda bu ab-havanı çəkiliş meydançasında əslində necə yaradıb? Baxın, kasting prosesi özü də bir filmdir. Rejissor Emil Quliyev əvvəldən məhz Səmimini istəyir. Amma Səmiminin vaxtı olmur və başqa bir tanınmış aktyor Amid rola təsdiqlənir. Təsəvvür edin, Amid gedir, öz pulu ilə geyimlər, ayaqqabılar filan da alır, hər şey hazırdır. Amma qrafikdə problem çıxır və Amid layihədən gedir. Son anda Tale yenə dönüb dolaşıb Səmimini tapır. Amma işin ən gülməli tərəfi odur ki, Səmimi əslində bu rolu heç istəmirdi. O müsahibəsində etiraf edir ki, rejissora öz nömrəsindəki o qədər başqa aktyorların şəkillərini atırmış ki, al bunlardan birini çək, məndən əl çək. O, mən zərurətdən aktyorluq elədim deyir. Yəni, o qədər könülsüz olub ki. Lakin bəlkə elə məhz bu istəksizlik, bu daxili yorğunluq Anar obrazının o xarakterinə belə mükəmməl şəkildə oturub. İndi bu fərqə fikir verin. O ikinci bölümdəki silah səhnəsini xatırlayırsınız. Normal standart bir serialda nə olar? Musiqi qabarır, kamera yavaşca yaxınlaşır, aktyor 1 saat kameraya poza verir. Bölmədə isə tam əksi. Çox minimalist, kobud, anidən, saniyələr içində baş verən real bir sağ qalmaq instinktidir. Səmimi bunu çox gözəl izah edir. Deyir, mən orada minimalist bir şey elədim. Ölmədim, nə yaxşı. Bıçaq atırağı adam. Cəldilik lazım idi. Fikir verirsiniz? Adam orada qəhrəmanlıq satmır, pafosa girmir. O, sadəcə bıçaqdan qorunan, ölməməyə çalışan normal, real bir insanın qorxusunu və refleksini oynayır. Təbii ki, bu cür ağır, gərgin oyunu təqdim etmək üçün mühit də düzgün olmalıdır. Meydançada Emil Quliyevin yaratdığı bir ab-hava var. Sıfır negativlik. Kameralar işə düşməmişdən öncə bütün komanda oturub o səhnələri incik-mincik təhlil edir, müzakirə aparır. Məhz bu sürətli və sağlam komanda işi o ağır psixoloji yükü məhv olmadan ekranlara daşımağa imkan verir. Bütün bunları ümumiləşdirsək, bölmə standart bir polis hekayəsini götürür və onu cəmiyyətin o ən qaranlıq künclərini, uşaq istismarını və ən əsası sadə insanın səssiz gündəlik dözümlülüyünü əks etdirən real bir güzgüyə çevirir. Bununla da bu araşdırmamızın sonuna gəldik. Bütün bu real dəhşətləri, o zakladka bəlasını, polis nişanı arxasında yatan o ağır, boğucu psixoloji yükü və pərdə arxası fədakarlığı öyrəndikdən sonra növbəti dəfə istər bölməni, istərsə də başqa bir polis dramını izləyərkən ekrandakı o yorğun gözlərə, o hekayəyə yenə əvvəlki kimi eyni cür baxa biləcəksinizmi? Sözün düzü, heç inanmıram. Növbəti araşdırmalarımızda görüşənədək, hələlik.